orta xətt. Hər bir əşya ortadan bir hissəyə bölünür, simmetriyaya bölünür. Hər iki tərəfdən bərabər olmaq şərti ilə. Bəli, onu bilirsən. Yuxarı hissəsini tapırıq. Ağzının simmetriyasını çəkirik. Və bütün işlərimizi sağ tərəfdə görürük. Niyə sağ tərəfdə görürük? Qələmin, bəli, ölçməkçimizi daha rahat. Hətta bu ölçüdən ilkin vaxtlarda qələmin işıqlı olanda ucunu qoyub bəziləri uşaqlar, mən görmüşəm, problem yaşayırlar. Bax, xət çəkə bilərsən. Bu oldu, artıq xəttkeş rolunu oynadı. Buradan qoyub digər bir tərəfdə ölçmək mümkündür. Yenə deyirəm, bəzən barmaqla o işdə çətinlik çəkir uşaqlar, ona görə. Mütləq xətti çəkirsən, ovalı çəkmək üçün dairəni tapırsan. Niyə görə dairə çəkirik? Çünki bu ovalın ucları iti olmamalıdır. O mütləq yumurlanmalıdır. O yumruğunu isə yumruğunu çəkəndə daha yaxşı tapmaq olur. İki tərəfdən bərabər bölünmüş və bir-birinə oxşar. Və bütöv yarım dairə çəkirsən. İlkin çəkmə prosesində ovalları çəkəndə yumrulardan istifadə edirsən, amma 5-6 dərsdən sonra yumrulardan istifadə etməsən də olar. Bu içindəki dairədir, yarım dairədir. Keçirik kənarı, yenə ölçürük bərabər olmaq şərti ilə.